Şəhidlik İslamda ən yüksək fəzilət, ən uca məqam sayılır. Şəhid həyatını Allah yolunda verən, dünyəvi nemətlərdən və qorxu hissindən uzaq olan insan deməkdir. Şəhidlik yalnız döyüş meydanında qanını vermək deyil, iman və doğru yol uğrunda həyatını hər an fəda etməkdir. Bəqərə surəsi 154-cü ayədə buyurulur: Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər. Lakin siz bunu dərk etmirsiniz. Şəhidlik insanı həm dünyada, həm də axirətdə nurlu bir səviyyəyə yüksəldir. Şəhidin adı tarixdə yaşayır. Onun yolu digərlərinə ilham verir və cəmiyyətdə ədalət və haqq yolunun qorunmasına xidmət edir. Başqa bir ayədə Allah buyurur: Allah yolunda öldürülənləri heç də ölü zənn etmə. Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzə əta olunur. Ali İmran surəsi 169-cu ayə. Peyğəmbər sallallahu buyurub: Şəhidin yeri cənnətdədir. Onun üçün əzab yoxdur. Yalnız nurlu rahatlıq vardır. Şəhidliyin ən böyük nümunəsi İmam Hüseyn əleyhissalamın məktəbidir. Kərbəla meydanında haqq və ədalət uğrunda canını fəda edərək, o, yalnız özünü deyil, gələcək nəsilləri də haqq yolunda dayanmağa çağırdı. İmam Hüseyn əleyhissalam demişdi: Ədalət uğrunda ölmək həyatın ən qiymətli mənasıdır. Haqq yolunda canını verənlər Allahın ən əziz bəndələridir. Şəhidlik yalnız fiziki döyüşlərlə ölçülmür. İnsan haqq və ədalət uğrunda səbir göstərir, imanını qoruyur və fədakarlıq göstərirsə, bu da onun bir növ şəhidlik mərtəbəsinə çatması deməkdir. Şəhidlər həm dünyada, həm də axirətdə qorxu və kədərdən azaddırlar. Onların ruhu rahatdır. Allahın huzurunda əziz və sevilən mövqeydədir.